Beynəlxalq qida və içki sənayesinin ən böyük tədbirlərindən biri Anuqa 2025 sərgisi başlayıb. Sərgi dünyanın müxtəlif ölkələrindən istehsalçıları, distributorları və sənaye liderlərini bir araya gətirir. Həmçinin qida sahəsində ən son yenilikləri və inkişaf istiqamətlərini təqdim edir. Azərbaycan da sərgidə yerli şirkətlərlə təmsil olunur. Almaniyanın Köln şəhərində keçirilən Anuqa 2025 sərgisi rekord göstəricilərlə yadda qalır. 110-dan çox ölkədən 8 minə yaxın şirkət və 140 mindən artıq peşəkar ziyarətçi burada toplaşıb. Azərbaycanı İqtisadiyyat Nazirliyinin dəstəyi və Aspromanın təşkilatçılığı ilə 16 şirkət Made in Azərbaycan vahid stendlərində məhsullarını təqdim edir. İqtisadiyyat Nazirliyinin dəstəyi ilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin, Aspromanın təşkilatçılığı ilə 16 Azərbaycan şirkəti öz məhsullarını təqdim edir. İki müxtəlif pavilyonda quraşdırılmış Made in Azərbaycan vahid ölkə stendlərində Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları, qənnadı məmulatlar, konservləşdirilmiş məhsullar, qurudulmuş meyvələr, meyvə şirələri, kürü, müxtəlif növ çaxırlar yer alır. Azərbaycan pavilyonunda təqdim olunan məhsullar ziyarətçilərin xüsusi marağına səbəb olub. Burada ənənəvi dadlarla yanaşı müasir texnologiyalarla istehsal olunan məhsullar da nümayiş olunur. İki böyük pavilyonda Made in Azərbaycan stendləri təqdim olunur. Burada Azərbaycan istehsalı olan bir çox məhsullar var. Bu stendlərdən həm Azərbaycan öz potensialını göstərir, həm də Azərbaycan brendini dünyada tanıdır. Sərgi çərçivəsində yerli və xarici sahibkarlar arasında görüşlər keçirilir, potensial ixrac əməliyyatları ilə bağlı fikir mübadiləsi aparılır. Avropaya 2025-ci ildən kürü məhsullarının ixracı bizdə həyata keçirilib. Amma ümidimiz budur ki, bu tədbirdə də, bu platformada da daha çox müştəriyə satmaq, çıxmaq. Biz şirkət olaraq şirə və nektarlar, kompotlar, hazır qida daha doğrusu və digər məhsullar üzərindən bu sərgidə çıxış edirik və ümid edirik ki, nəinki bizim şirkət üçün və digər Azərbaycanı təmsil edən digər şirkətlər üçün bu sərgi kifayət qədər məhsuldar və uğurlu olacaqdır. Xidmət ixracının dəstəklənməsi məqsədi ilə Xəzəryanı regionda qida sənayesi iştirakçılarının ən əsas görüş yerlərindən birinə çevrilən yerli Interfood Azərbaycan sərgisi haqqında məlumat verilir və xarici şirkətlərin sözü gedən sərgidə təmsil olunması təşviq edilir. Anuqa 2025 sadəcə qida sərgisi deyil, həm də qlobal ideyaların bazarı hesab olunur. Bu il diqqət mərkəzində davamlı istehsal, bitki mənşəli alternativlər və yeni protein mənbələri dayanır. Dünyanın aparıcı şirkətləri burada gələcəyin istiqamətlərini müəyyənləşdirirlər. Köln sərgisi Azərbaycanın məhsullarını daha geniş bazarlarda tanıtmaq və ixrac imkanlarını artırmaq üçün mühüm platform olaraq qiymətləndirilir. Günay Məmmədova, Ayşən Cümşudova, Azərbaycan Televiziyasının Almaniya bürosu, Köln.